Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün dərs 9-un, yəni metakognitiv biliklərin, bacarıqların formalaşması ilə bağlıdır. Başlayaq ilk elə belə deyək, vaxt itirmədən izaha. Nədir müəllimlər bu metakognitiv bacarıqlar? Bunları necə formalaşdırmaq olar? Bunu formalaşdırmaq üçün 3 dənə əsas məsələ var. Birinci insan özünü monitorinq etməlidir. Özünü tənzimləməlidir, özünü qiymətləndirməlidir. Ümumi olaraq nədir bu? Daha sonra ətraflı şəkildə artıq izah verək. Ümumi olaraq odur ki, müəllim, özünü monitorinq edən şəxs öz fəaliyyətini izləyir. Bax, heç nə eləmir ha. Sadəcə öz fəaliyyətini izləyir ki, mən nəyi necə edirəm. Özünü monitorinq edən şəxs. Daha sonra özünü tənzimləyən. Özünü tənzimləyən artıq fəaliyyət prosesində emosiyalarını idarə edir. Emosiyalarını. Yanaşmanı bu cür götürə bilərik ki, bu bizim fəaliyyət xəttimizdir deyəlim. Mən birinci özümü monitorinq edirəm. Sadəcə izləyirəm. Bu gedişat boyu da ola bilər. Özünü monitorinq. Ola bilər yox, gedişat boyu olur. Fəaliyyətin əvvəlindən yekununa qədər özümü monitorinq edirəm, izləyirəm. Fəaliyyətin əvvəlindən yekununa qədər özümü tənzimləyirəm. Emosiyalarımı. Yekunda isə özümü qiymətləndirirəm ki, görüm mən bu fəaliyyəti necə yerinə yetirdim. Daha sonra, indi məsələ nədir? Deyir, özünü monitorinq. Burada bir dənə məqam toxunaq. Baxın, bunlar bir-birindən, yəni belə deyim, fərqli anlayışlardır. Hərəsi fərqlilikdə bir anlayışdır. Ancaq bunlar bir-birinə bağlıdır. Fərqli anlayışdır. Ancaq bir-biri ilə əlaqəlidir. Daha sonra nədir? Özünü monitorinq edən şəxs qeyd olunduğu kimi sadəcə özünü müşahidə edərək performansı haqqında məlumat toplar. Heç nə eləmir. Emosiyalarını tənzimləmir, özünü qiymətləndirmir. Sadəcə özünü müşahidə edir. Görün mən bu işi necə görürəm. Məsələn, siz hal-hazırda deyəlim bu dərsi oxuyursunuz, bu mövzunu oxuyursunuz və yaxud bu mövzunun testini işləyirsiniz. Testi işlədikcə öz fəaliyyətinizi müşahidə edirsiniz. Görün mən hansı testlərdə daha çox çətinlik çəkirəm. Bax, sadəcə bunu müşahidə edirsiniz. Özünüzü qiymətləndirmək yox, tənzimləmək yox. Sadəcə baxırsınız, görün mən hansı testlərdə çətinlik çəkirəm. Artıq siz deyəlim ki, 5 dənə testi işlədiniz. 5 dənə testi işləyibsiz, gəlib çatırsınız 6-cıya. Və bu 6-cı test nisbətən çətindir. Siz də biraz həvəsdən düşürsünüz, yorulursunuz, mən bunu necə eləyəcəm, bu çətin testi. Bax, o məqamda sizin köməyinizə özünü tənzimləmə gəlir. Emosiyaları tənzimləmə, özünü tənzimləmə. Və sən özünə ürəkdirək verirsən ki, asan işləyəsən, bacaracaqsan, biraz gümrah ol, belə deyim, biraz məqsədinə köklən ki, mənim məqsədim var. Bax, bu özünü tənzimləmədir. İndi əsas özünü monitorinqdən danışırıq. Deyir, sadəcə özünü müşahidə edir, performansı haqqında məlumat toplar. Dediyim kimi, dərs oxuyursan, test işləyirsən, sadəcə baxırsan, gör hansı testlərdə çətinlik çəkirsən. Nədir? Əsas komponentləri var. Müşahidə. Nə etdiyinə, necə etdiyini, nəticələrə fəal şəkildə diqqət yetirir. Bax, dərs prosesinə başlayırsan bu mövzunu oxumağa. Mövzu haqqında heç bir məlumatın yoxdur və mövzunun dərs oxuyub qutarandan sonra yekuna çatdığında baxırsan ki, öz fəaliyyətini müşahidə edirsən ki, əvvəl bu mövzu haqqında, misal üçün 10% biliyə sahib idinsə, hal-hazırda indi 90% biliyə sahibsən, misal üçün deyirəm. Və bu da yüksək bir nəticə deməkdir. Əvvəl 10%, indi 90%. Fəaliyyətini müşahidə elədin ki, fərq var. Bax, burada heç nə başqa səhvini tap, düzünü tapmaq yoxdur. Baxırsan əvvəl 10%, indi 90%. Nə etdiyini, necə etdiyini, nəticələrə fəal şəkildə diqqət yetirir. Müşahidə. Agah olmaq. Artıq sən nəyi doğru, nəyi yanlış etdiyinə baxırsan. Tapşırıq, öyrənmə zamanı nə baş verdiyini bilir, prosesdən agah olur. Gedişatı bilirsən. Agahsan. Yəni kör-körənə şəkildə belə deyim, özün də bilmədən hansısa bir yol tutmursan. Bax, oxumaq bacarığını deyəlim, təkmilləşdirmək istəyirsən. Oxuduqca müşahidə eləyirsən ki, oxuyan zaman məsələn neçə sözlər deyirsən. Bu oxumağın sənin, belə deyim, oxu bacarığına təsir edirmi? Agahsan. Oxuyub qutarandan sonra yoldaşlarından rəy alırsan artıq. Və yaxud müəllimdən də ala bilərsən. Müxtəlif vasitələrlə performans haqqında məlumat toplar. Yoldaşından soruşursan ki, mən oxuyan zaman kəkələyirdim.
Mən sözləri rahat tələffüz eləyirdim. Real alırsan. Rəy də şifahi yazılı formada ola bilər. Şifahi də yazılı formada ola bilər. Nümunə nədir? Bax nümunəyə. Deyir ki, oxu tapşırıq zamanı özünü monitorinq edən şagird dəqiqədə neçə söz oxuduğuna diqqət yetirir, müşahidə eləyir neçə söz oxuduğunu. Çətin sözləri qeyd edə onları başa düşülməsi üçün öz üzərində düşünə bilər, agah olur. Bax, prosesdən agahdır. Görür ki, oxuyan zaman hansı söz çətindir, onu qırağa qeyd götürür, qeyd edir. Agahdır prosesdən. Həmçinin yoldaş fəaliyyəti ilə bağlı rəy ala bilər yoldaşından. Bu da rəy verməkdir. Yoldaşından rəy almaq. Yoldaşından rəy alır ki, mən oxuyan zaman rahat tələffüz edirəm bu sözləri. Daha sonra ikinci məqam nə deməli? Özünü tənzimləmə. Bax, emosiyalarını, belə desək, yəni hisslərini, duyğularını tənzimləyirsən. Çətin test gələn kimi, bu nə testdir, mən bunu işləyəməyəcəm, bu hardan gəldi, çıxdı. Görəsən, mən miqdə necə nəticə toplayıram. Bu kimi testlərə baxırsan, nisbətən həvəsdən düşürsən. Bax, sənin o həvəsdən düşməməyin, emosiyalarını tənzimləməyin ki, sən bacaracaqsan, yüksək nəticə əldə edəcəksən. Bu kimi emosiyalarını sabit saxlamağın özünü tənzimləmədir. Bax, birinci nə edirsən? Məqsəd müəyyən edirsən. Məqsədim miqə daxil olub, məsələn, pedaqoji fəaliyyətə başlamaqdır, müəllim olmaqdır. Müəllim olmaq. Sonra plan, bu ümumi bir izahdır. İndi xırda-xırda da toxunarıq bu məqamlara. Planlaşdırma. Plan qurursan ki, mən gündən neçə saat çalışacağam, hansı müəllimlərlə çalışacağam, hansı vəsaitlərdən istifadə edəcəm, plan qurursan. Daha sonra artıq o testi işləyəndə qarşına çətin test çıxır və yaxud dərsi oxuyanda müəyyən çətin mövzularla, uzun mövzularla rastlaşırsan, həvəsdən düşmürsən, emosiyalarını tənzimləyirsən. Sonra baxırsan ki, qarşına müəyyən alternativ yollar var daha yaxşı öyrənmək üçün. Müəllim deyir ki, əvvəl sən 1 saat vaxt ayırırdın, indi müəllim deyir ki, gəl məsələn oxumağa 1 saat yarım ayır, testə də 2 saat ayır, misal üçün. Bu yeni bir versiyadır və yaxud özün bunu belə deyim, düşündün, kəşf etdin, belə deyək, bir növ kəşf etdin ki, test işləmək sənin üçün daha çox xeyirlidir. Uyğunlaşırsan, strategiyanı dəyişirsən. Əvvəl 1 saat dərs oxuyub 1 saat test işləyirdin, indi yarım saat dərs oxuyursan, 1 saat yarım test işləyirsən, məsələn. Strategiyanı dəyişdin. Deməli, uyğunlaşdın yeni stratejiya. Bu nə olur? Uyğunlaşma. Bu özünü tənzimləmə prosesidir. Yəni, fəaliyyətə doğru. Bu proseslərdən keçirik, məqsədə doğru. İndi nədir? Deyir, özünü tənzimləmə. Məqsədin müəyyən edilməsi, dəqiq və çətin əldə oluna bilən məqsəd müəyyən olunmalıdır. Bax, qarşımıza məqsəd qoysaq ki, mən 1 il içində atom silahı hazırlayacağım, nüvə silahı hazırlayacağım. Bunu eləyə bilmərik. Misal üçün, bu əldə olunmayacaq məqsəddir. Mən qarşıma elə məqsəd qoymalıyam ki, nisbətən çətin olsun. Ancaq əldə oluna bilən olsun. Mən çalışdıqca məqsədə çata bilim. Asan məqsəd yox. Nisbətən düzdür, birinci insan asan məqsədlərdən başlamalı ki, həvəslənsin prosesi. Ancaq elə məqsəd qoymalısan ki, nisbətən çətin olsun və əldə oluna bilən olsun ki, sən onu əldə edə biləsən. Bir məqsəd əldə oluna bilən olmayanda, məsələn, atom bombası kəşf edəcəm, yəni istehsal edəcəm. Sən bunu artıq icra eləyə bilməyəndə, yerinə yetirməyəndə həvəsdən düşəsən ki, mən bunu bacarmadım. Və məqsəd qoymayasan qarşına bir daha ki, onsuz da məqsəd qoyuram, alınmır da məndə. Elə məqsəd qoymasan ki, əldə olunsun. Planlaşdırma. Baxın, fərqi yoxdur. Nəticəsi, belə deyim, məqsədə çatdın, çatmadın. Nəticəsindən asılı olmayaraq, istədiyin məqsədə çatdın, çatmadın. Planlı fəaliyyət həmişə səmərəli fəaliyyətdir. Həmişə faydalıdır planlı fəaliyyət. Planlı fəaliyyətdən məqsədlərini anlamaq üçün adından görünür də planlaşdırma, qarşına qoyduğun məqsədə çatmaq üçün plan qurursan. Və istəyir o məqsədə çat, istəyir çatma. Planlı fəaliyyət hər zaman səmərə verir. Ən azı sən bir işini sistemli şəkildə, planlı şəkildə görməyə öyrənirsən müəyyən qədər. Daha sonra emosiyanı tənzimləmə. Bax, bayaq dediyim kimi, öyrənmə prosesi zamanı emosional reaksiyalar idarə edir və nəzarətdə saxlar. Qarşına çətin test çıxdı, emosional cəhətdən tez mənfiliyə qapılırsan ki, mən bu testi işləyəmirəm. Qoy bunu başını bırax. Ancaq sən emosiyanalını tənzimləsən, müsbət yanaşarsan ki, çətin test, indi mən çətin test işləyirəm, MİQ imtahanında çətin testlər mənim üçün daha rahat olacaq. Mən onları görəndə rahatlıqla həll edə biləcəm və bu mənim vaxtıma qənaət etməyimə səbəb olacaq. Emosiyanı tənzimləyirsən.
Daha sonra baxırıq nəyə? Uyğunlaşma. Dediyim kimi, məsələn, əvvəl sən 1 saat test ayırırdın, 1 saat dərs oxumağa ayırırdın. Ancaq sonra gördün ki, yarım saat dərsə ayırsan, yarım saat dərs ayırsan, 1 saat yarım da testə ayırsan, bu strategiya sənin üçün daha uyğun olur və uyğunlaşırsan digər strategiyaya. Məsələn, bu A strategiyası, bu B strategiyası. Artıq B-ni ləğv edirsən, uyğunlaşırsan A strategiyasına. Sonra baxırıq nəyə? Özünü qiymətləndirmə. Bax, özünü qiymətləndirmədə 2 yerə bölünür. Biri qiymətləndirmədir, bir də refleksiyadır. Şagird işinin və ya öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. İşinin. Qiymətləndirmə zamanı sən yoldaşını da qiymətləndirə bilərsən. Yoldaşının fəaliyyətini özünü də qiymətləndirə bilərsən. Nəticə olaraq hər iki halda səndə qiymətləndirmə bacarığı formalaşır və sən məsələyə tənqidi yanaşırsan. Bu qiymətləndirmə sənin öz fəaliyyətini daha uğurlu qurmağına kömək edir. Qiymətləndirmə. Misal üçün, bax, bu dərsi oxudun, testini işlədin. Başlayırsan özünü qiymətləndirməyə ki, mən bu mövzu haqqında nə qədər yaxşı məlumatım. Məsələn, qiymət verirsən özünə ki, mənim bu mövzunu öyrənməyimə mən 100% üzərindən neçə faiz qiymət verərəm? Məsələn, istəyirəm 80%. Özünü qiymətləndirdin. Artıq nisbətən daha yaxşı oxuyanda 90% verərsən. Bu formada özünü qiymətləndirirsən və öz öyrənmə prosesindən qura bilirsən rahatlıqla. Sonra refleksiyadır. Refleksiya. Şagird nə öyrəndiyi, necə öyrəndiyi, həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Nələri təkmilləşdirməli olduğu. Bax, oxudun, qurtardın. Baxırsan ki, məsələn, əzbərçi məqamlara sən belə deyim, bir 3 dənə, 4 dənə bu formada əzbər cümlə var. Sən bunları yadda saxlamaqda çətinlik çəkirsən. Bunun da səbəbi diqqətsiz oxumağındır. Bax, özünü refleks elədin. Bunu niyə yadında saxlaya bilmədiyini müəyyənləşdirdin ki, mən diqqətsiz oxuyuram bunu, ona görə yadımda qalmır. Refleks elədin. Daha sonra baxırsan ki, məsəl üçün deyirəm, başqa bir məqama nəyi götürək? Elə bax, bu qara şriftlə verilmişləri. Baxırsan ki, sən qara şriftlə verilmişləri daha yaxşı yadında saxlayırsan. Çünki o məqamı görəndə daha diqqətli olursan. Fəaliyyətini refleks elədin. Nəyə diqqətli, nəyə diqqətsiz olduğunu müəyyənləşdirdin. Belə. Bir də yekunda, yəni bu proseslər, onu qeyd edeyim ki, hətta burada bir məqam var. Uyğunlaşmada səhv eləmirəmsə, uyğunlaşmada buralarda olma. Elə bu, burada tapdım. Baxın, bu bacarıqlar təkcə şagirdlərin təhsil həyatı üçün olmur. Sosial həyatında da onlara kömək edir bu bacarıqlar. Bir də ümumi bir fikir var ki, burada bunlar şəxslərə öz öyrənmə proseslərini başa düşmək və onlara nəzarət etməklə daha effektiv öyrənən olmağa imkan verən metakognitiv bacarıqlardır. Ümumi yanaşma, özünü monitorinq. Qarşıma məqsəd qoymuşam. Bu məqsəddir. 1, məsəl üçün. Buradan gəlirəm 2 nöqtəsinə. Mənim məqsədim 1-dən 2-yə getməkdir. Bu əldə oluna bilən məqsəddir. Və öyrənmə prosesimi mən ortada gəlib burada çətinliklə rastlaşanda həvəsdən düşmürəm. Özümü emosiya, yüksək əhval-ruhiyyəyə gətirirəm və davam edib gəlib məqsədə çatıram. Özümü tənzimləyirəm. Qiymətləndirmə. Mən 1-dən 2-yə gələnə qədər hansı məqamlarda çətinlik çəkdim, hansı məqamları daha effektiv fəaliyyət göstərdim, özümü qiymətləndirirəm, müşahidə edirəm. Yəni, müşahidə etmək yox, daha doğrusu, özümü qiymətləndirib refleksiya edirəm. Özümü refleksiya edirəm. 1-dən 2-yə gələnə qədər hansı fəaliyyətim effektiv idi, hansı fəaliyyətim effektiv deyildi. Emosiyalarda da 1-dən 2-yə, məsələn 2 yox, 1-dən deyəm ki, bura kimi gəlmişəm, 1,5-a qədər. Artıq burada həvəsdən düşürəm. Düşməməliyəm. Özümü, emosiyalarımı yüksək tutmalıyam. Emosiyamı tənzimləyib, davam edib məqsədimə çatmalıyam. Bir də ki, müşahidə etmək, yəni özünü monitorinq, bu fəaliyyəti, buradan bura qədər olan fəaliyyəti izləməkdir. Baxıram ki, nəyim zəifdir, nəyim güclüdür. Burada belə. Oldu müəllimlər. Növbəti izahlarda görüşənədək sağ olun.